Sen ne Ayaz? Esmer sen neyindi? Nəyibə lazım nəyimdir? Bilmək istəyirəm bax bu evdə niyə qalır? Maraqlıdır da, mənə maraqlıdır. Özündən niyə soruşmursan? Soruşa bilmirəm. Bilmirəm də, çəkinirəm. O qədər suallar var ki. Ona görə də gəldim, kişi kimi səninlə söhbət edeyim, səndən soruşam. Əsmər sənin neyindi? Xahiş edirəm, mənə cavab ver. Sən bezdirdin mənə. Bu qədər deyirəm, danışıram, başa düşmürsən. Sən Allah'a şükürlə ki, qabağıma mədən adam çıxır. Başqası olsaydı səndən burada başqa söhbət edərdi. Sənə deyirəm ki, çıx, ged mənim evimdən. Nə desən, haqlısan. Bəlkə də düz eləmirəm. Amma məni başa düş. Mən Əsmər haqqında gedib başqasından soruşa bilmərəm axı. Ona görə də bu qapıya səni ona gəlmişəm. Mən hiss eləyirəm ki, sən onun qohumu deyilsən. Ay kişi, sənə dedim ki, məni bezdirmə. Çıx, ged buradan. Gəlmişəm sənin kişi kimi söhbət eləyəm. Buna ehtiyacım var. Başa düş də burada nə var ki? Nəyə başa düşüm? Nə söhbət edirsən məndən? Mənim səninlə söhbətim yoxdur, başa düşmürsən, ha? Bir dəqiqə. Anamgil Əsmərin keçmiş qaynanası ilə danışıblar. O arvad da Əsmər haqqında heç başa gəlməz sözlər deyib, evdə də söz söhbət yaranıb. Mən də evdəkilərə çox şey başa sala bilmirəm. Gedib oradan buradan eşidincə, gəldim bu sözləri bu evdən eşidəm. Bunlar arvad söhbətlərdir. Anam nə bilim, qaynanası ilə danışıb neyini. Başa düşmürsən, sənə söz deyirəm ki, mən belə söhbətlər eləməyi xoşlamıram. Çıx, get bu qapıdan. Eşitmirsən məni? Belə kabutluğun yeri yoxdur. İkimiz də yeri gəlmişən kişi xeylarıq. Gücümüz də var, danışmağa sözümüz də. Amma mən bu evə davaya gəlməmişəm. Sən heç bura davaya gələ də bilməzsən. Özü ağıllar var. Eşitdin? Alo. Hə. Hə, çatmısınız? Yaxşı, yaxşı, gəlirəm. Oldu. Mənim işim var. Sənə mən bir də burada, bu həyətdə, ümumiyyətlə, bu ətrafda görmüşdün məni. Gəl. Bir dəqiqə, əlsiz. Əlsiz, çıxıram da, çıxırım. Çox sən çıx, mən də çıxıram. Ki, çıx bayra deyirəm. Nə demək istəyirsən ki sən indi? Yəni demək istəyirsən ki, mən indi uşaqlarımdan birini Sevda ilə Ayaza verim, hə? Başa düşdüm səni. Fikrin ciddidir, lap yaxşı. Kişi qadını sevər də, burada nə var ki? Sənə məhtəl qalmışam mən, Ayaz. Qeyrətin necə götürür belə şeylər? Bəx gəlmişdi, bu gədə, hikmətdir, nə zibildir. Bundan sonra heç kəsə zəng vurub, gic-gic məlumatları yığıb gəlib evimizdə dava salmırsınız. Mən gəlib sənin evində qalanam. Sən mənim xasiyyətimi bilmirsən. Çətinliklə də olsa onu yola gətirmişəm. İndi qalıb bir dənə sizin bir araya gəlib söhbət eləməyiniz.